fikirlərin və s. Və sonra bunu zakaz məsələni gətirməksən. Baxın, mən zakaz məsələsidirsə əgər, yəni mən və ya digərləri bunu kiməsə görə zakaz ediriksə, Allahın, mələklərin və bütün insanların lənəti olsun bizim üzərimizə. Bax, amin desin hər kəs. Əgər yox, bu zakaz deyilsə və siz bunu zənnə qapılıb deyirsinizsə, iftira atırsınızsa, Allahın və mələklərinin, bütün insanların lənəti olsun o iftiranı atanların üzərinə. Amin deyin əgər hünəriniz varsa. Üstəlik, yəni Quran sünnəyə müxalif olan xuruc əqidəsini yaymaq, təkfirçi yaymaq və s. Əgər bu zakazdırsa, sənə sualım, niyə bəs Əlixandan gizli çəkindirirsən? Əlixandan çəkindirmək o zaman zakazdır. Hünərin çatmır açıq-aşkar danışmağa, gizlin çəkindirirsən. Nəinki Əlixan, hətta Veysəldən çəkindirirsən sən gizlin. Hünərin çatmır açıq çəkindirməyə. Sənin məsələn onları çəkindirmək mənhec əqidə məsələsinə görə deyil. Sən onları gözün götürmür, sən istəyən kütləni sən tək idarə edəsən. Sənin əsas hədəfin kütləni idarə